Hadisə nəticə əlaqələrinin doğru verildiyi cavabı müəyyən edin. Birincidə deyir, 387-ci ildə Roma-Sasani müqaviləsi Albaniya Amid vuruşmasında itirdiyi torpaqları geri qaytarması. Burada Amid vuruşmasında yox, Dizirav vuruşmasında yazılmalı idi ki, məntiq düz olsun. Ona görə də biri çıxardırıq. Biri həmçinin variantlardan da çıxardaq. Sasani şahı 1-ci Şapurun qələbələri Albaniya hökmdarı 2-ci Vaçenin Sasani dövlətinin tabeliyini qəbul etməsi. Burada 2-ci Vaçe ilə 1-ci Şapurun hakimiyyət dövrləri fərqli əsrlərə düşür. Ona görə də 2-ni də götürə bilmərik. 2-ni həmçinin variantlardan da çıxardırıq. Artıq bizim düzgün cavabımız 3 və 4 olaraq görünür. 3-ə baxaq. 629-cu ildə Sasani dövlətinin Bizansla bağladığı müqavilə Albaniya Sasani dövlətinin təsiri dairəsində qalması düzgün fikirdir. Mehranilər sülaləsinə son qoyulması, Albaniyanın daxili müstəqilliyinin ləğv edilməsi, bu da düzgün fikirdir. 705-ci ildə sülaləyə son qoyulubdur, daxili müstəqillik də ləğv edilibdir, ərəblər tərəfindən birbaşa tabe edilibdir. 3 və 4.